Rusiyanın təyyarə qərarı Bakını hərəkətə keçirdi. Cavab belə veriləcək. İran və Türkiyəni böləcəklər. Sabit baş nazirin 33 il öncəki şok proqnozu ortaya çıxdı. Amerika Birləşmiş Ştatları İrana qarşı əməliyyata başlaya bilərmi? Ekspert. İranda son 48 saatda 2000-dən çox etirazçı öldürülüb. Rusiya tərəfindən Azala məxsus sərnişin təyyarəsinin vurulması ilə bağlı gözləntilər növbəti dəfə də doğrulmadı. Belə ki, hadisə üzrə əsas fiqur kimi adı çəkilən general-mayor Aleksandr Talapiloya qarşı bütün ittihamların ləğv edildiyi məlum olub. Rəsmi Moskvanın məsələ ilə bağlı susqunluğu, əvvəl verilən vədlərlə real addımlar arasındakı ziddiyyət və günahkarların cəzasız qalması ciddi və haqlı narazılıq doğurur. Rusiya tərəfinin Azal təyyarəsinin vurulması ilə bağlı məsul şəxsləri cəzalandırmaması Azərbaycan-Rusiya münasibətlərinə necə təsir göstərəcək? Rəsmi Bakı bu vəziyyətdə hansı siyasi və hüquqi addımlar atmalıdır? Qlobal İnfoaza danışan politoloq Elçin Abdullayev bildirib ki, Rusiya tərəfinin 2024-cü il dekabrın 25-də Azala məxsus təyyarənin Grozny səmasında vurulması ilə bağlı adı hallanan general-mayor barəsində irəli sürülmüş ittihamları ləğv etməsi Bakının narazılığına səbəb olub. Onun sözlərinə görə artıq rəsmi Bakı bu qərarı qəbul etmədiyini açıq şəkildə bəyan edib. Belə bir qərarın Rusiya tərəfindən verilməsi Azərbaycan-Rusiya münasibətlərində diplomatik etimadın zəifləməsini gətirib çıxara bilər. Ciddi bir insident fonunda razılaşmanın əldə olunmaması iki ölkə arasında mövcud və gələcək dialoqları çətinləşdirir. Hətta daha mürəkkəb gündəmlər formalaşdıra bilər. Busa ikitərəfli görüşlərin tonunun sərtləşməsi və qarşılıqlı kommunikasiyalarda gərginliyin artması ilə nəticələnə bilər. Paralel olaraq sözügedən qərar Rusiyaya münasibətdə Azərbaycanın etimadının sarsılmasına səbəb olur. Hadisə xüsusilə regionda hava məkanının idarə olunması və təhlükəsizlik mexanizmləri ilə bağlı ciddi suallar doğurur. Bakı üçün bu məsələ yalnız konkret bir hadisə deyil. Ümumilikdə Rusiya ilə təhlükəsizlik əməkdaşlığına dair narahatlıqları gücləndirən amil kimi dəyərləndirilə bilər. Politoloq deyib ki, belə bir vəziyyətin Azərbaycan-Rusiya iqtisadi və ticarət əlaqələrinə də müəyyən təsirlər göstərməsi qaçılmazdır. Bu məqamda əsas sual Bakının necə hərəkət etməli olmasıdır. Fikrimcə, Azərbaycan ilk növbədə Rusiya ilə bu məsələdə razılaşmadığını açıq şəkildə ortaya qoyaraq problemi beynəlxalq müstəviyə çıxarmalıdır. Beynəlxalq hüququn bəzən effektiv işləməməsi ilə bağlı yanaşmalar mövcud olsa da, Bakı bu hüquqdan imtina etməməli və məsələni beynəlxalq hüquq çərçivəsində gündəmdə saxlamalıdır. Azərbaycan beynəlxalq məhkəmələrə müraciət etmək imkanını əlindən verməməli. Xüsusilə Beynəlxalq Mülki Aviasiya Təşkilatı kimi qurumlara müraciət edərək məsələni beynəlxalq tribunalarda hüquqi qiymətləndirmə predmetinə çevirməlidir. Bu, hadisənin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından əsas hədəflərdən biri olmalıdır. Elçin Abdullayev daha bir maraqlı məqama toxunub. Azərbaycan bir tərəfdən beynəlxalq hüquqi mexanizmlərə istinad etməli, digər tərəfdənsə Rusiya ilə münasibətləri tamamilə kökündən kəsmədən regionda sabitliyin, iqtisadi əlaqələrin və xüsusilə təhlükəsiz əməkdaşlığının qorunması üçün balanslı və strateji kommunikasiya xətti yürütməlidir. Bu yanaşma Azərbaycanın hüquqi və siyasi maraqlarının müdafiəsinə, məsuliyyətin tələb olunmasına və regionda sabitliyin təmin edilməsinə töhfə verə bilər. Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinə ünvanlanan sorğuya cavab olaraq əlavə şərhin olmadığı bildirilib. Bu məsələ ilə bağlı cənab nazir illik mətbuat konfransında açıqlama vermişdi. Əlavə şərhimiz yoxdur. Xatırladaq ki, Xarici İşlər Naziri Ceyhun Bayramov İlin yekunlarına dair keçirilən mətbuat konfransında deyib ki, gözləntimiz prosesin iki ölkə lideri arasında aparılan danışıqlara uyğun olaraq başa çatdırılmasıdır. Məlum olduğu kimi İranda mövcud rejimə qarşı etiraz aksiyaları davam edir. Bu kontekstdə sosial mediada 1992-ci ildə Türkiyənin sabiq baş naziri Nəcməddin Ərbəkanın İran və Türkiyə ilə bağlı çıxışı yenidən gündəmə gəlib. Axar TV Qlobal İnfoaza istinadla həmin çıxışı təqdim edir. Riyadda iki Amerikalı zabit xəritə üzərində Kərkük, Mosul bölgəsinə işarə edərək bizim bir jurnalistə bunları deyir.
Burada bir Kürd dövləti qurulacaq, müharibə bitəcək, Səddam Hüseyn rejimi çökəcək. Bu fikirlər hələ Körfəz müharibəsi başlamamışdan əvvəl səsləndirilir. Həmin adamlar qeyd edir ki, Səddam devrildikdən sonra bu bölgədə dövlət hakimiyyəti qalmayacaq. Dövlət idarə etməsindən məhrum bir boşluq yaranacaq. Bu, əvvəlcədən planlaşdırılıb. Kürdlər bir dövlət quraraq həmin boşluğu dolduracaqlar. Hətta Türkiyədən torpaq tələb edə bilərlər. Türkiyənin bunu qəbul etməyəcəyini söylədikdə isə belə cavab verirlər. O zaman döyüşəcəksiniz. Yenidən sual olunur. Türkiyənin nizami ordusu, silahları, artilleriyası, zirehli texnikası, tankları, təyyarələri və raketləri var. Belə bir gücə qarşı necə müqavimət göstərəcəksiniz? Üstəlik, İran, Rusiya və İraq da öz ərazi bütövlüklərini açıq şəkildə müdafiə edirlər. Onlar bölgədə bir Kürd dövlətinin yaranmasına necə göz yuma bilərlər? Amerikalı zabit isə son dərəcə arxayın və sakit şəkildə belə cavab verir. İraqın şimalındakı kürdlərin də tezliklə çoxlu silahları olacaq. Səddamdan qalan silahlar onların əlinə keçəcək. Bəlkə də Türkiyə ilə müqayisədə daha müasir silahlara sahib olacaqlar. Təyyarələr, tanklar, raketlər, zirehli texnika, helikopterlər, hava limanları və s. Bu sözlər nə vaxt deyilir? Körfəz müharibəsinin lap əvvəlində, müharibə hələ başlamamışkən. Hörmətli millət vəkilləri, əziz millətimizin övladları, oxuduğum bu sənəd nəyi göstərir? Amerika Birləşmiş Ştatları, xarici güclər və İsrail bütün bu hadisələri planlı şəkildə həyata keçirir. Onların uzun müddətli planları var. Təəssüf ki, bizim planımız yoxdur. Sadəcə onlara xidmət edirik. Amerika Birləşmiş Ştatları və İsrail İranda baş verən etirazlar fonunda bu ölkədə qərar qəbul etmə mərkəzlərinə zərbələr endirə bilər. Lakin geniş miqyaslı hərbi əməliyyat ehtimalı azdır. Bu barədə Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Yaxın və Orta Şərq ölkələri mərkəzinin böyük elmi işçisi Vladimir Sajin bildirib. Sajinin sözlərinə görə Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump'ın İranda ixtişaşlar zamanı etirazçılara atəş açılacağı təqdirdə güc tətbiqi ilə hədələməsi əvvəlki dövrlərlə müqayisədə yeni və mühüm məqamdır. Amerika Birləşmiş Ştatları silahlı qüvvələrinin İrana qarşı hər hansı geniş əməliyyata başlayacağını düşünmürəm. Lakin istisna etmirəm ki, Trump'ın mövqeyindən asılı olaraq raket və hərbi hava qüvvələri vasitəsilə qərar qəbul etmə mərkəzlərinə zərbələr endirilə bilər. Söhbət əsasən İslam İnqilabı Keşikçiləri Korpusu və onun tərkibində olan bəsic qüvvələrindən gedir. Ordunun hədəf alınacağını isə düşünmürəm. Ekspert vurğulayıb ki, Amerika Birləşmiş Ştatları tərəfindən quru əməliyyatı ehtimalı istisnadır. Belə bir ssenari mümkün deyil. Venezuela tipli desant əməliyyatı da gözlənilmir, ancaq zərbələr endirilə bilər. Amerika Birləşmiş Ştatları və İsrail bunu birgə və ya ayrı-ayrılıqda edə bilərlər. Busa etiraz hərəkatının daha da güclənməsinə təsir göstərə bilər. İranda son 48 saat ərzində baş verən hadisələr ölkədəki gərginliyin nə qədər təhlükəli mərhələyə çatdığını göstərir. Məlumata görə bu qısa zaman kəsiyində azı 2000 etirazçı həyatını itirib. Bu barədə Londonda fəaliyyət göstərən və İranla bağlı xəbərləri ilə tanınan İran International televiziya kanalı məlumat yayıb. Kanalın yaydığı informasiyaya əsasən ölənlərin əksəriyyəti təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsi nəticəsində həyatını itirib. Qeyd edək ki, artıq 2 həftədən çoxdur İranda kütləvi etiraz aksiyaları davam edir. Aksiyaların əsas səbəbi ağır iqtisadi vəziyyət, artan yoxsulluq, işsizlik və sosial ədalətsizlikdir. Etirazlar təkcə paytaxt Tehranda deyil, ölkənin bir çox iri şəhər və əyalətlərində də müşahidə olunur. İranda vəziyyətin yaxın günlərdə daha da gərginləşəcəyi istisna edilmir. İctimai-siyasi böhranın hansı istiqamətdə inkişaf edəcəyi isə hələlik açıq sual olaraq qalır.